Müəllimin izahından fərqli olaraq transkripsiya və translyasiya prosesləri yalnız sitoplazmada gedən orqanizmlər hansı aləmin nümayəndələridir? Müəllimin izahından fərqli olaraq müəllim prokaryotlar haqqında deyirdi, eukaryotlar haqqında danışırdı və transkripsiya, translyasiya prosesləri yalnız sitoplazmada gedən deyirsə, yəni nüvəsi yoxdur. Hansı aləmin nümayəndəsi olacaqdır? Bu yalnız bakteriyalar aləmidir. Çünki bunlarda qeyd elədik ki, yoxdur nüvə və transkripsiya, translyasiya prosesləri yalnız nüvədə gedir. Müəllim isə eukaryot orqanizmlərdən söhbət edirdi. Situasiyanın deməli mövzusunda belə idi ki, genetik kod mövzusunu izah edərkən transkripsiya prosesinin nüvədə olduğunu qeyd eləmişdi. Translyasiya prosesinin sitoplazmada getdiyini qeyd eləmişdi. Ona görə də bakteriyalar aləmi düzgün cavab olacaq.